Başladıq sətirlərdən. Demək, sətirlər xüsusi bir mötərizənin daxilində yazılır. Bir dənə dəyişən götürürəm, A bərabərdir. Mötərizə daxilində 2, 4, 7. Sətirlərin daxilində ümumiyyətlə ədədlər, yox, siyahıların daxilində ümumiyyətlə ədədlər, sətirlər, yəni bütün simvollar, hər bir şey yazıla bilər. İndi mən ədədləri daxil elədim. Sonra dırnaqda daxil edirəm alma. Yəni bildiyin hər bir şey yazıla bilər də. Vergül atıram, dırnağın daxilində yazıram 1, 2, 3. Bu oldu bizdə siyah. Yəni bunu zaten biz məktəbdən də bilirik. Siyahının tərkibindəki bu da elementləridir bir-bir. İndi siyahı üzərində bir neçə funksiyaları var. Onları ilk öncə bir dənə xırdalar deyim mən sənə. Bizdə belə bir funksiya var. Print yazıram. Sum yazılış qaydası bu cürdür. Sum mötərizə daxilində A. Mən bunu burada yazdım. Bir dənə dəyişən götürüm. C bərabərdir. Sum A. A bizdə sum nə edir bizdə? A siyahısındakı hər bir elementi cəmləyir. Burada indi sətirlərdə var. Demək bunu cəmləyə bilməyəcək də. Yəni bu koda görə error verəcək. İndi bunları mən buradan silirəm. Bu siyahı üçün mənə desə ki, daxil olmuş siyahının elementlər cəmini tap. Bu zaman sum A yazıb düşəcəm aşağı deyəcəm ki, print C. Yadda saxladıq ki, sum bizdə nə edir? Ədədləri cəmləyir. Sonra var bizdə maksimum və minimum. Sum'ın yerinə yazıram minimum. Nə edir? Siyahıdakı minimum ədədi çap eləyir. Minimum ədəd neçədir məndə? 2. 2-ni çap eləyir. Həmçinin maksimum yazıram. Yəni siyahı çox azaltdır. Maksimum yazıram, maksimum ədədi daxil çap eləyir. Olur 7. Həmçinin bu minimum maksimum sətirlərdə də işləyir. Yəni mən A-nın yerinə yazsam ki, dırnaq daxilində 1, 2, 3, 4, 5. Max A yazım nə çıxaracaq? 5-i. Minimum yazsam 1-i çıxaracaq. Və ya hərflərdə də ola bilər. Bilmirəm, sən informasiyanı keçmişsən ya yox. ASCII kodlarına görə belə bir şey. ASCII koduna əsasən, cədvəlinə əsasən maksimal A burada M hərfidir. Çünki A 98-dən başlayır ASCII kodu. Bu prinsiplə gedir. M-dəki əlifbada A-dan böyük olduğuna görə ASCII əlifbasında da M A-dan böyükdür. Həmçinin digər L-dən də böyükdür. Buna görə M burada maksimumdur. Minimumu isə A olacaq. Maksimum minimumu əsasən siyahlarda istifadə olunur. Yəni sətirlərdə çox istifadə olunur. Biz səndən keçmişdik də sətirlərin daxilində biz kəsiklər yadında A yazırdım, mötərizə daxilində yazırdım 1, 3 belə bir şey. Burada nə çap olunur? L mı? 0, 1, 2, 3'ü götürdüm də L mı? Aha, aydın da bu sənə yadındadır yəni. İndi bu prinsip kəsik sətirlərdə də işləyir. Mən götürüb bura bir dənə sətri yazsam 2, 3, 6, 12. 12. Burada 1, 3 yazsam mənə nə çap olunacaq? 3-dən 6 ayısı. Yəni burada da indeksi 0 olan 2-dir, indeksi 1 olan 3-dür, indeksi 2 olan 6, indeksi 3 olan 12-dir. Həmçinin dediyimiz kimi default dəyər burada mən bunu 0-dan başlatsam, yəni belə yazsam 0 yazmasam, lap başdan başlayır. Yəni 2, 3, 6 və ya mən bunu burada yazsam tutaq ki 1-dən qoşa nöqtə heç nə qoymasam, birinci indeksdən sona qədər çap edir. Bunları zaten sətirləri keçmişik. Bu da oldu siyahının kəsikləri. Başqa indi keçirəm metodlarına. Belə bir siyahı verilib. Sətirlərdə olduğu kimi də biz bu siyahının daxilində gəzə bilirik. Yəni for i in A yazsam, burada print i yazsam nə çap olunacaq? Hər bir hədləri çap olunur da 2, 3, 6, bir də 12. Həmçinin əgər indeksə görə geçsəm range yazacam len A. Yəni bu siyahının uzunluğu da 4-dür. İndi mən burada print i yazmışam. Burada nə çap olunacaq bu kod əsasən? Yox, sən burada səhvləyirsən. Əksər abituriyentlər də belə səhv edir. Bu i-də axı indeksdir bu. 0, 1, 2, 3-ü çıxaracaq. Bax, 0, 1, 2, 3. İndeks axı. Mən əgər ədəd istəyirəmsə, A belə yazacam.
Hətta uzunluq bizdən sayılır. O heç 1, 2, 3, 4. Bunun uzunluğu oldu 4. Və o range-də biz demişik axı 0-dan 4-ə qədər gəlirsə 4-ü görmür. Sonuncunu görmür. 0, 1, 2, 3 çıxaracaq. İndi mən ədəd istəyirəmsə bu cür yazacağam. Bunu çalışdırım. Həmin o elementləri çap edir. 2, 3, 6, 12. Demək, birinci metodumuz bizdə appenddir. Yəni siyahıya ədədin əlavə olunması. Mən bir dənə buradan boş siyahı götürürəm. Yazıram S bərabər. Normalda necə götürdüm? Boş sətir. Bu dəfə boş siyahı götürürəm. Aşağıda düşüb yazıram ki, yazılış qaydası bu cürdür. S.append i yazıram. Hər bir i-ni S siyahısına əlavə eləyir. Sonda da deyirəm print S. Mənə nə çap olunacaq? Yox, diqqətlə bax da. Append i yazmışam mən bura. İndeksləri əlavə eləyir. 0-dan 4-ə qədər gəlir bu. 0, 1, 2, 3. Burada S, çap olunma S nə olacaq? Yəni, mənə çap olaraq nə verəcək bu kod? 2, 3, 6, 12 vermir axı. Bir dənə fikir verir. Burada for i in range 0-dan len a-ya qədər gedir. Yəni 0-dan 4-ə qədər gedir. Biz bunu keçmişik axı 0-dan 4-ə qədər. Və biz də demişik ki, for 0-dan 4-ə qədər i burada hansı qiymətdə alır? 0-dan 4 arasında ədədləri alır da. 0, 1, 2, 3. 4-ü də görmür. Mən də yazmışam ki, append i həmin o 0, 1, 2, 3-ü əlavə edəcəksən bu s-ə hər dövrdə. Birinci dövrdə 0-ə əlavə edəcək. İkinci dövrdə 1, üçüncü dövrdə. Aha. Ayət, mən 10 yazmamışım axı. Sən dediyin variant sən nədir? A-i yazsam, bu cür yazsam. Bu cür yazsam, deyirəm ki, A siyahısındakı i-inci indeksi, yəni 0-cı indeks hansıdır? 2. 2-ni əlavə elə. Nə bilim, 3 əlavə elə, 6 əlavə elə, bir də 12 əlavə elə. Bu zaman sən dediyin variant çıxır. Yəni 2, 3, 6, 12. Yox, əgər mən götür bura tək i yazsam, bu zaman həmin o indeksləri məndə çap eləyir. Aydındır? Yox, sən append hər hansısa bir dəyəri, yəni möcüzənin içərisində nə yazmışamsa, onu S siyahısına əlavə eləyir. Aydındır? Yəni, bunun daxilində mən nə yazmışamsa, S siyahısına əlavə eləyir. Yəni, bunları mən buradan yığışdıram, foru buradan yığışdırıram. Yazıram ki, S.append 2. Sonra deyirəm ki, print S. Nəsə olacaq mənə? 2 də, qardaş, bu 2-ni atır S siyahısına. Appendin daxilində nə yazmışamsa, onu həmin bu verdiyim siyahıya atır. S siyahısına atır. Sonda da print S hələ 2-ni çıxaracaq da mənə. Aydındır, dəqiq. İkinci metod bizdə remove-dur. Remove siyahıdan elementin silinməsidir. Tutaq ki, mən belə bir siyahı vermişəm. Burada yazıram ki, A nöqtə remove mötəzənin daxilində hansı simvol yazmışamsa, həmin o simvolu verilmiş buradakı siyahıdan silir. Mən bura 6 yazsam, düşsüm aşağı print A yazsam, mənə nə çap olunacaq? 2, 3, 12. 6-nı sildirəcək. Və sən bir şey diqqət elədinsə, mən burada dəyişənə nəsə mənimsətmədim. Yəni, B bərabər nəsə yazmadım. Fikir verdin buna? Görsən, nə onu çıxartdı? Demək, yadda saxlayaq ki, bu siyahının metodları var. Remove-dur, append-dir, nə bilim, orada var index-dir, insert-dir. Bunların heç birində mənimsətmə yoxdur. Sadəcə direkt olaraq belə yazsan A.remove 6 həmin bu siyahının içərisində işləmləri aparır. Yəni 6-cı simvolu silir, 6 olan simvolu silir. Print A yazsam həmin o siyahını mənə çap edir. Yəni burada mənimsətmə yoxdur. 2, 3, 12. Üçüncü metod bizdə indeksdir. Mən götürüb bunun yerinə yazıram indeks. Və indeksin daxilində verdiyim ədədin indeksini mənə qaytarır. 2. Bunu çalışdırın. Ay, sonra bir dənə qulaq as.
Burada bax yazmışam A.index 6. Düzdür? Bunun aldığı dəyər nə olur burada? Yəni bunun dəyəri nə olur? 2 olur da. Yəni fikir verdinsə bu siyahıdan tam başqa bir şey çıxarır. Özündən necə deyim, ayrıca bir dəyər alır. Və bu dəyər boş havada qalası deyil ki, bunu nəyəsə mənimsətməliyəm də. H bərabərdir yazıram. Həmin bu 2-ni buna mənimsətsin. Bayaqçılarında niyə mənimsətmə yox idi? Çünki o siyahının üzərində işləmlər aparırdı. Nə bilim, silirdi, append eləyirdi. Bunlarda siyahı dəyişkənliyi baş verir. Burada mənimsətmə olmur. Burada amma fikir verdinsə özü bir asudə bir dəyər alır özündən. Həmin bu dəyər havada qalmaması üçün bunu mən mənimsədirəm bir dənə h dəyişəndən. Burada da a-nın yerinə h yazıram. Bunu çalışdırsam bu dəfə 2-ni mən qaytaracaq. Aydındır? Sonra var orada insert. Məsələn, insertdə siyahı üzərində işlem aparır. Yəni bunu da mən nəyəsə mənimsədə bilmərəm. Yəni bu h dəyişəni buradan silirəm. Yazıram ki a.insert. Insert nə deməkdir? Insert 2 dənə mövzuda daxilində 2 hissə olur. Birinci hissə hansı indeksə ikinci hissəsini əlavə edəcəksən. Yəni 1 vergül yazıram 13. Bunlara fikir vermə. Görsən burada index, nə bilim object yazılır. Bunlara fikir vermə. Yəni yazılış qaydası bu cürdür. Mən bura bir dənə DS atım, bu düzəlsin. Yazılış qaydası bu cürdür. 1 13. Bu bizə deyir ki, birinci indeksi 13 əlavə elə. Birinci indeks burada hansıdır? Bu siyahıda. 3. Mənə deyir ki, 2'yi 13 3 elə. Yəni birinci indeksə alınmış yeni siyahının birinci indeksi 13 olsun. Bir dənə bunu çalışdırım, gör nə olur. Bir dəqiqə, h yoxdur, h yoxdur axı bizdə. Print A. Bir dənə fikir ver buna. 2, 3, 13, 3, 6, 12. Demək, alınmış yeni siyahıda 13 verilmiş indeksdə oldu, yəni birinci indeksdə. Daha sonra ondan sonra nə gəlibsə 3, 6, 12-ni özündən sonra atır. Yəni deyir ki, ay siyahı, yəni mənim gedəcəyim siyahı səndə birinci indeksində dayanıbsa o mənə yerləsin, mən gəlim, sonra o mənim ardımca gəlsin. Burada birinci indeksi 3 dayanmışdı. Gəlir 3-ün yerinə özün qoyur. Sonra deyir ki, 3-dən sonra davam elə məndən sonra yəni. Alınmış siyahıda mən verdiyim indeksdə olmalıyam. Yəni bunu deyir. Bu da oldu insert. Sonra var count. Count'u biz sətirlərdən də bilirik. Count bizdə nə inirdi? Count nədir? Saydı da. Count'un daxilində tutaq ki, yazıram 3. Verilmiş siyahıda 3'ün sayını tapır. Neçədən 3 var siyahıda? Bir dənə. Və fikir verdinsə bu özlü bir dəyər aldı. A üstə dəyər. Demək mən bunu nəyə mənimsətməliyəm? Hər hansı bir dəyişənə. J bərabərdir. Belə bir dəyişən yazıram. Print J qeyd edirəm. Demək nə hesablanacaq? 1. Çünki siyahıda bir dənə 3 var. Sonra var bizdə sort. Sort funksiyası sort funksiyası ədədləri kiçikdən böyüyə nizamlayır. Yəni mən bura A.sort yazsam, düşüb aşağı da A yazsam, mənə nə çap olunacaq? Bunlarda buradan bir ikisini dəyişərəm. Eləyirəm bunu 5, bunu da eləyirəm 1. 1, 2, 5, 12. Kiçikdən böyüyə sıralayır. Bu da oldu məndə sort. Zaten o kitabda var, hamısını oxuyacaqsan. Sonra var siyahının tərsə çevrilməsi. Bu da reverse-dir. Reverse-dir. Bu da ki, tərsinə çevirir. Yəni 12, 1, 5, 2. Aydındır. Aha, indi metodlar qutardı. İndi 3 dənə şey var, onu da deyim. Tutaq ki, mənə bir sətr daxil olunub. S bərabərdir. 1, 2, 3, 4. Mən bu 1, 2, 3, 4'ü siyahıya yığmaq istəyirəm. Yəni mən elə bir siyahı istəyirəm ki, bunun yəni sətrin tərkibindəki hər bir simvol siyahıda əks olunsun. Yəni A sağ list. Yazıram onda bir dənə dəyişən götürürəm L, çünki başqa bir siyahı alınır. Bu siyahı havada qalmalı deyil, nəyisə mənimsədilməlidir. L bərabərdir list. Nəyi listə çevirmək istəyirəmsə, o həmin bunun daxilində yazılır. S. Sonra düşürəm aşağı deyirəm print nə L. Bunu çalışdırım. Fikir ver, hər bir simvolu ayrı-ayrı siyahıya yığdı. Bu da oldu bizdə list. Sonra var bizdə split. Split nədir?
Mən tutaq ki, əsasən fikir versən, çox kodda deyir ki, aralarında bir boşluq ilə daxil olunmuş sətirdə. Aralarında bir boşluq ilə daxil olunmuş sətirdə. Yəni, bayaq yazmışdıq, bir dənə boşluq, armud, bir dənə boşluq, nar. Mən istəyirəm ki, boşluqları saymasın, hər bir sözü siyahıya yıxsın. Yəni, alınmış siyahı məndə bu cür olsun. Alma. Sonra keçsin, bir dənə vergül atsın. Düşsün aşağı armud. Keçsin aşağı bir dənə vergül atsın. Burada da yazsın nar. Mən istəyirəm bu cür hala düşsün. Bu cür hala düşməyi üçün mənim bir dənə fikir ver. Boşluqların yerində nə qalır? Vergül. Düzdür? Boşluğun yerini vergüldür. O zaman mən yazıram ki, bunu buradan silirəm. Splitdir, yeni bir siyahı alacağım. Bir dənə dəyişən götürürəm. El bərabərdir. Yazılış qaydası bu cürdür. Hansı siyahını, yəni hansı sətri daha doğrusu siyahıya çevirmək istəmirsə o başda yazılır. S.split. Mötərizənin daxili boş qalır. Bunların yazılış qaydasını əzbərlə. Bir dənə bunu çalışdırın. Bax, gördüyün alma, armud, nar. İndi bu deyəcəksə mötərizənin burası nədir? Yəni bu nə üçün istifadə olunur? Bu normalda bax bu deməkdir. Bu deyir ki, splitin daxilində nə yazılıbsa ona görə bunları bir-bir ayır. Yəni boşluq yazılmayıb, boşluğun yerinə vergül qoy. Yəni boşluğun yerinə vergül qoy, bunları bir-bir ayır. Yəni bunun default dəyəri bunu buradan silinib, elə bu cür olmasıdır. Yəni bununla bu eyni şeydir. İndi bir dənə sən mənə deyə görüm. Bunun yerinə mən A yazsam, dırnaqda A yazsam, mən nə çap olunacaq? A-lara görə bir-bir ayıracaq. Yəni A-ların yerinə vergül dayanacaq. Bir dənə fikir ver. Bu A-nın yerində vergül dayandı. Bu A-nın yerində, hara getdi o? Bu A-nın yerində vergül dayandı. Buradakı A-nın yerinə vergül dayandı. Fikir verdin, bütün A-ların yerinə vergül dayanır. Yəni A-ya görə ayırır. Bizə əsasən bu lazım olmayacaq. Elə daxil olunmuş cümlədəki boşluğa görə ayrım olacaq. Elə bu cür yazacaqsan yəni. Məsələn, bayaqki sual var idi. Daxil aralarında bir boşluq ilə daxil olmuş sətirdə hər bir sözün uzunluğunu tap. Mən onda necə eləyəcəm bunu? Çevirdiyim bunu sətrə, siyahıya. Bu hansı hala düşdü? Bax bu hala. List oldu. İndi mən neyniyərəm? Buradakı hər bir sözün uzunluğunu tapmalıyam. Başlayıram həmin bu siyahının daxilini gəzməyə. For, in, el yazıram. Çünki elə mənim sədribdə bu. Elin daxilini gəzməyə necəm? Print, len, i. Götürdüyü hər bir sözün uzunluğunu çap eləsin. Aydındır? Yəni burada i hansı qiymətdə alacaq? Bildiyimiz siyahı kimi içərisini gəzir də, almanı götürəcək vergüldən də, yəni bir vergülün tərəfi. Yəni armudu götürəcək və götürdüyü hər bir sözün də uzunluğunu tapır. Bu da oldu bizdə split. Aha. Sonra var bizdə join. Join birləşdirməkdir. Yəni mən tutaq ki, belə bir siyahı verilib mənə. A bərabərdir. Bu siyahı üzərində işləyir. Join. 2, 3, 5, 12. Join burada siyahının tərkibindəki hər bir elementi verdiyi simvolu əsasən birləşdirir. Yəni mən burada nə yazsam əgər? Bir dənə dəyişən götürürəm, çünki birləşdirib olacaq, bu sətr olacaq. Yəni siyahını sətrə çevirəm bu dəfə. Yazıram, bir dənə boşluq qoyuram, bir boşluq. Nöqtə. Yazıram join. Hansı siyahının elementlərini boşluğa görə birləşdirmək istəyirəmsə, həmin o siyahını buraya yazıram. A. Düşüb aşağı print S deyirəm. Mənə nə çap olunacaq? Yanaşı olmayacaq, çünki error verir. Niyə görə? Çünki biz demişik axı, bu ədədlərdir. Biz ədədləri necə birləşdirə bilərəm mən bir-birinə? Ədəddə axı bu, mən sətirləri birləşdirə bilərəm də, 2, boşluq sətir. Onda əgər bu dırnağın daxilində olsa, görürsən, belə şeylər diqqətli olmalı. Dildə bunu yazsın, çox adam bunu düz kimi götürəcək. Amma halbuki errordur. Bunu 2 yazsam, vergül, 3, vergül, 12. Bunu çalışdırın. Gördüm, bax işlədi. 2, boşluq, 3, boşluq, 12. Boşluğu silsən, plus qoysam nə olacaq? Boşluğa görə, plusa görə birləşdirəcək. 2 plus 3 plus 12. Aydındır. İndi bu plusu buradan silsəm, belə boş bir şey qoysam nə olacaq? Hamısı bir-birinə yapışacaq. 2, 3, 1, 2. Arasında heç yoxdur axı. Hamısı bir-birinə bitişdi. Belə, bu da oldu sətirlərin izahı. Başqa düşünürəm ki, sətirlərdə heç nə qalmadı.
İndi keçək bir dənə sualın izahına baxaq. Əsasən çox yerlərə düşür. Deyir ki, daxil olunmuş ədədin, yəni n bərabərdir. Nəsədən input yazmalıyıq ki. Int yazım daha doğrusu. Daxil olunmuş ədədin rəqəmlərindən istifadə edərək düzələ biləcək ən böyük ədədi çap elə. Yəni, mənə ədəd olaraq belə bir ədəd daxil eləsə, bundan düzələ biləcək ən böyük ədəd hansıdır? 5423, 5432. Rəqəmlərindən bir-bir istifadə edən və ən böyük ədədi düzəltdim. Mənə bunu tələb eləyir. Onda ilk öncə mən nə edəcəm? Yox, bir dənə gözlə, fikir ver bir dənə. Mən bir dənə məntiqlə ilk öncə biz demişik ki, kodu yazarkən birinci sualı anlamaqdır. Sualı anladı, mənə nə tələb eləyir? İkinci, hansı funksiyanı istifadə edəcəm, onu beynimdə qurmaqdır. Qurandan sonra da keçib kodu yazmalıyam. İndi mən ikinci mərhələdəyəm. Yəni, nədən istifadə edəcəmsə, ilk öncə onu tapmalıyam. Bu ədədi götürəcəm, məntiqlə fikirləşərəm. Bunu mən eləyərəm list, yəni siyahıya yığaram. Siyahıda mənə nə olacaq? 4, 2, 3, 5 listəndə. Sonra bunu mən sort eləyərəm. Sort olsa nə olacaq? 2, 3, 4, 5. Sort demişək, kiçikdən böyüyə yığır. Bir dəfə tərsini yığacam, reverse verəcəm, olacaq 5, 4, 3, 2. Amma bu bizdə siyahıda olacaq. Siyahını bayaq dediyim kimi sətrə çevirmək istəyirəmsə, join-dən istifadə edirəm. Heç nə qoymadan join daxilində həmin bu siyahını yazacam. Bu da olacaq bizdə hamısı bir-birini bitişəcək. 5, 4, 3, 2. Aydındır. İndi keçirəm bunu yazmağa. İndi mən ədədi daxil edir. Mən bu ədədi siyahıya çevirməliyəm. İlk öncə bu ədəd məndə str tipində olmalıdır. Str tipində, çünki listə çevirəm də onu. Ona görə mən direkt olaraq bunu int input yox, input kimi daxil edirəm. Çünki daxil olma zaten eynidir. Demişik ədədlər həm sətir, həm də ki inteqrar ola bilər də, yəni int tipində. Yəni n bərabərdir inputda yaza bilərəm, n bərabərdir int input yazıb str edə bilərəm. Bu cür yazdım. İndi bunu çevirməliyəm listə. Bir dənə l götürürəm. L bərabərdir list, n yazıram. Listə çevirdik. Sonra nə edirəm? Sort edirəm. Sortda demişik mənimsətmə yoxdur. Çünki siyahı üzərində işləyir. Yazıram l.sort. Mötərizənin daxili boş qalır. Kiçikdən böyüyə yığdı. Sonra tərsini yığıram. l.reverse. Tərsinə yığdı. Tərsini yığandan sonra join-dan bitişdirirəm. Dəyişən götürürəm. S bərabərdir. Join daxil boşluq. Çünki hamısı bir-birini bitişməlidir. Nöqtə join. Daxilinə nə yazıram? Hansı siyahını birləşdirmək istəyirəm? L. Sonra deyirəm ki, print S. Print S yox, S. C-da yəni. Ədədi daxil elədim. Ədəddən düzələ biləcək ən böyük ədəd. 7532. Bizdən bunu tələb eləyirdi. Aydındır. Yəni, bunlara görə istifadə olunur. Join, reverse, yəni əsasən bu kodlara görə istifadə olunur. Yəni, çox da istifadə olunmur. Başqa bizə belə bir sual versin. Aralarında bir boşluq ilə daxil olunmuş sətirdə əsasən elə bunlar düşür imtihanı. Yəni, alma, vergül, boşluq, armud, arasında bir boşluq, özü mənə deyir. Belə bir deyir ki, sətir daxil eləyəcəm. Bu sətirdə ən uzun sözü tapmalıyam. Ən uzun sözü. Yəni, nəyə çap eləyəcək? Armudu tapmalıyam. Onda mən ilk öncə nə etməliyəm? Bunları yenə də siyahıya yığmalıyam. Yəni, alma, armud, nar ayrı-ayrı olsun. Sonra uzunluğa görə ən böyüyünü tapacam. N-i daxil elədim, düşürəm aşağı. Aşağı düşəndən sonra mən nə edirdim? Sətri siyahıya çevirmək üçün boşluğa görə splitlə yazırdım. Bir dənə dəyişən götürəm, n olsun təkrar. N bərabərdir. Nəyi çevirmək istəyirəmsə, n.split. Ya belə yazırdım, ya da keçlə yazmırdım, çünki default dəyəri zaten boşluğa görə ayırır. İndi mən bir dənə elə belə print n-i çap edeyim. Görün mənə nə verəcək. Alma, armud, nar siyahıya yığdı. İndi mən bu siyahının bir biçimdə gəzməliyəm. Yazıram for. Başa düşürsən də danışdıqlarımı.
Aha, indi ən böyük uzunluğunu tapmalıyam. Mən sual vermişdim ha, maksimum tapmaq üçün həmişə nə edirdim? Başdan maksimum bərabərdir 0 götürürdüm. Yadında? Aha. Onda sual verirəm ki, if ən böyük uzunluqlu sözü tapmalıyam. Hansı sual verəcəm ifdə? Nə? Ay, sağ ol. Len i nə qədər ki böyükdür nədən? Aha. Yox, plus niyə ki? Max-da mənimsədirəm həmin bunun uzunluğunu. Aydındır? Çünki ən böyük uzunluğu tapıram axı. Yəni prinsip bizdə qayda bu cür idi. If-də sual verirdim. Əgər len i max-dan böyükdürsə, böyük olduğu halda həmin bu len i-ni max-a mənimsədirdim. Sonra gələn dəfə gedəcəkdi, həmin bundan soruşacaq təkrar. Yadına düşdü? İndi mən burada bunu eləyib qutarandan sonra print max yazsam mənə nə çap olunacaq? Aha da nə çap olunacaq, yəni 5. Amma bizdə şərtdə bizə nə deyirdi? Yəni ki, uzunluğu tapdım, yəni okey. Mən tapdım ki, ən böyük uzunluqlu elementi, yəni onun uzunluğu 5-dir. İndi mənə lazımdır, həmin o sözün özü lazımdır. Ona görə aşağı düşüb deyirəm ki, nə vaxt ki bu şərt ödədi, bir dənə copy dəyişəni götür. Bunu bərabər elə həmin o sözə. Maksimum nə vaxt ki burada ilişib qalacaq, gəlib 5 olacaq. Maksimum dəyəri olacaq 5. Copy i yazandan sonra copy-nin dəyəri nə olacaq? Armud. Və başlayıb bir gedəcək. Heç vaxt heç bir uzunluq 5-dən böyük olmadığına görə bura gəlib düşməyəcək. Kopyanın dəyəri elə nə qalacaq? Armud qalacaq. Ona görə burada yazıram copy. Bu da oldu mənim sualımın kodu. Yəni demə pulunu düşə bilər. Alma, armud, nar. Çalışdırım, armudu çap elədi. Aydındır? Bunun şərtini yazıram, şəklini çəkib evdə yenə də baxarsan. Daxil olunmuş demək, cümlə yazımında daxil olunmuş cümlənin ən uzun sözünü tapan proqram. Aha.